çalışıram, güclü olum, əlimdən nə gəlirsə eləyirəm, eləməyə də davam eləyəcəm. Hər zaman da yanındayam sənin. Necə ki, sən mənim həmişə yanımda olmusan, arxamda ayağım olmusan. Mən də ömrümün sonuna qədər nəyi bacarıramsa, gücüm nəyə çatırsa, bir övlad kimi boynuma nə düşürsə, eləməyə hazıram. Bax, övlad kimi dedin, bunlar indi sosial şəbəkədə yayılıbdır, deməsəm olmaz. Sevgi keçmiş həyat yoldaşından görüşdü. Yox. Necə şəkilləri çıxdı sosial şəbəkədə? Onlar photoshopdur. Hər yer yazdılar ki, onları mən Ramillə salamlayırım, indi yalan deməyim. Bu olmayıb görüş yəni. Xeyr. Biri maşında qucağında, biri Bəli, restoranda qucağında. Bildim. Hətta bugün vermək istəyirdim. Və ona görə buradan onlara da səslənirəm. Mənim uşağımın gələcəyi var. Çox xahiş edirəm, belə səhifələrinizdə baxış yığmaq üçün süni intellektlə bunları birləşdirməyin, belə şeylər eləməyin. Ayıbdır, nəyə lazımdır? O insanın artıq öz ailəsi var, o öz yolunu seçib. Mənim öz həyatım var, belə deyim, övladımın gələcəyi üçün çalışıram. Lazım deyil bunları birləşdirmək. Yoxdur, bitdi. Vəssalam. Alo.